Akşamınız xeyirli olsun xanımlar. Üzrlü sayın biraz yuvandım. Çünkü başka bir telefonla bugün sizinle birlikte olacağız. Çünkü inşallah ki bu dəfə daha aydın olar her şey. Hər birinizi xoş gördüm xanımlar. Özümü təqdim edim. Adım Cəmilədir. Burada yeni partnyorlar var. Hər biriniz xoş gəlmisiniz. Məni tanımayanlar üçün özümü təqdim edim. Adım Cəmilədir. Artıq 6 ildir network sayəsində təcrübəliyəm və hal-hazırda artıq 4 aydır ki, Livgood şirkəti ilə əməkdaşlıq edirəm. Bugün çox gözəl bir mövzu ilə möhtəşəm bir təlimimiz olacaq. Ümid edirəm sizlər də hər biriniz öz suallarınızın cavabını tapacaqsınız. Deməli, xanımlar, Livgood şirkəti ilk növbədə qeyd edim ki, Amerika şirkətidir. Amerika Florida ştatlarında ilk dəfə yaradılıb. 2022-ci ildə yeni olmasına baxmayaraq 212 dövlətdə fəaliyyət göstərir və çox böyük izdiham var. Bu şirkətə çox böyük axın var və Business Forumda da birincilikdə öz yerini almışdı. Baxmayaraq ki, İllərin şirkətləri var orada. Bilirsiniz ki, dünya üzərində Business Forum var ki, orada ancaq səviyyəli, yəni qlobal şirkətlər qeyd olunar və Livgood şirkəti də orada yerini almış və hətta birincilikdədir belə. Birinci sıralardadır. Hər şey yaxşıdır, mən soruşmadım. Hər şey yaxşıdır, səsim, görüntü, hər bir şey yaxşıdır. Zeynəb. Bəli, hər şey yolundadır. Davam edin, zəhmət olmasa. Tamam, təşəkkür edirəm. Və bugün Livgood'u digər şirkətlərdən ayıran, fərqləndirən cəhətlər nədir ki, bu qədər bura axın var, bu qədər insanların marağına səbəb olub. Belə deyək də, yeni nəsil iş modeli olaraq dünya sənayesində yeni bir inqilab edərək Livgood şirkəti abunə sistemi üzərində çalışır. Və yəni ki, bugün bunu müzakirə edəcək ki, abunə sistemi ümumiyyətcə nədir? Abunəlik nə deməkdir? Yəni biraz araşdırsaz, özünüz də girib araşdırma aparsaz, yəni abunəlik əslində indi yeni deyil. Abunəlik sistemi illərdir var. Hansı ki, Amazon da abunə sistemi ilə işləyir. Hətta yəni YouTuber Premium, Netflix, yəni bu sahələr hamısı abunə sistemi ilə insanlara, yəni abunə olaraq oradan digər endirimlərdən, hər bir şeydən faydalana bilirlər. Məsəl üçün Netflixdə musiqilər, kinolar, nə bilim, daha başqa nələrsə faydalanmaq üçün, yəni abunəlik sisteminə qoşulurlar insanlar. Yəni bu bir növdə belə deyim də, müştərilərlə əlaqə yaratmaq üçün çox faydalı olan bir sistemdir ki, bugün abunə sistemi və illərdə artıq bunun araşdırması gedərək artıq hər kəs görür ki, abunəlik üzərində daha çox müştəriləri əldə saxlamaq olur və bu da şirkətlərin bir strategiyası deyək də, belə deyək. Bugün Livgood da abunə sistemi üzərində işləyir, digər şirkətlər kimi. Amma Livgood'u onlardan fərqləndirən cəhət nədir? Abunə sistemi olduğu üçün digər Amazondan, Netflixdən və yaxud YouTuber Premiumdan fərqləndirən cəhət odur ki, bugün Livgood abunəçiləri üçün qazanc planı ayırır. Hansı ki, $1 2047 dolara qədər olan qazanc planıdır ki, hər bir abunəçi, yəni Livgood'a abunə olan hər bir şəxs sadəcə şirkətə abunə olur və şirkətin məhsullarından 75% endirimlərdən yararlanır və yaxud şirkətin 7 növ qazancları var, 7 növ qazanclarından faydalanır və eləcə də həm də abunə olduğu üçün şirkətdən qazanc planı əldə edir və bu da bugün Livgood'u ən üstün cəhətlərindən biridir ki, bütün yəni ki, hər kəsə daha rahat şərtlərlə, yəni insanları bu cəlb edir, bu şirkətin bu imkanları. Təbii ki, Livgood'un daha böyük üstünlükləri var ki, qol şərtləri olmadığı üçün, yəni şəbəkədən onu fərqləndirən cəhətlərdən ən üstün cəhəti odur ki, bugün qol şərtləri yoxdur Livgood'da. Çünki Livgood affiliate sistemi ilə çalışır. Bu, yəni ki, Amazon kimi, yəni Trendyol, AliExpress necə? Yəni bugün Livgood'da bu şərtlərlə çalışır ki,
Yəni burada qol şərtləri yoxdur. Rahatlıqla insanlar, hər bir insan bura yəni qeydiyyat olaraq sırf şirkətə abunə olduqları üçün heç bir qol şərtləri olmadan rahat şəkildə qazanclar əldə edə bilirlər. Və bəzən xanımlar çox xanımlarda bu yəni ki bir maraq oyadır və yaxud neqativlər yaradır ki, bu piramida mı və yaxud pul götür, pul qoy, pul götür deməkdir. Əsla bu belə deyil xanımlar. Çünki bayaq da dediyim kimi, yəni abunəlik sistemi bir şirkətlərin bir taktikası kimi müştəri ilə daimi əlaqə saxlamaq üçün bir gözəl bir vasitədir. Yəni bugün baxsaq ki, Azərbaycanda da çoxdur belə. Yəni elə deyərdik ki, Leo Bank var. Leo Bank yəqin ki, Azərbaycan bankıdır, hər kəs tanıyır. Və bugün Leo Bank insanlara daha çox müştərilərini çoxaltmaq üçün nə edir? Daha çox deyir, mənim linkimi paylaş və mənim linkimdən nə qədər daha çox müştəri gələrsə, həm sənə pul qazandırıram, həm gələn müştəriyə. Yəni sizcə bunu niyə edir? Yəni daha çox müştərisi çoxalsın, daha çox yəni ki abunəsiz sayını çoxalsın. Eyni qaydada yəni bugün Livgood da belədir. Yəni bunun piramida ilə heç bir əlaqəsi belə yoxdur. Bunu tam əmin ola bilərsiniz və bugün hər abunə alt-alta bütün qeydiyyatdan keçən abunələrin hər birindən Livgood 4 abunədən $1, yəni hər bir abunəyə qazanc planı ayırır. Hansı ki bu sadəcə pasiv qazancdır. Yəni heç bir şey etmirsiniz, dəvət etmirsiniz, yüksək satışlar etmirsiniz, amma yenə də şirkətin abunəçisi olduğu üçün siz 75% endirimlərdən yaranma şansı verir sizə şirkət və istədiyiniz zaman məhsul ala da bilərsiniz, almaya da bilərsiniz. Bunu belə məcbur etmir. Yenə də siz şirkətin abunəçisi olduğunuz tədbirdə siz yenə də $1-dan $2047 qədər olan qazanc planını qazana bilirsiniz. Yəni bu qədər mükəmməl bir sistemlə hal-hazırda çalışırıq. Bundan əlavə şirkətin 7 növ qazancları var. Hansılar ki biz abunə olaraq şirkətin 7 növ qazanclarından da əgər faydalanmaq istəyiriksə, o zaman təbii ki yəni biz sadəcə ömrümüzdə bir dəfə bu şirkətdən $40 verib biznes hesabı alırıq. Yəni bu ömrümüzdə bir dəfə olan bir şeydir və düşünün ki mən 4 aydır buradayam və bu 4 ay ərzində bir dəfə verib $40 biznes hesabıma almışam və bu 4 ay ərzində də sadəcə $40 aylıq $10 abunələr ödəmişəm. Və bugün yəni ki demək olar ki mən $3000 qədər qazanc götürmüşəm bu şirkətdən. Yəni deməyim odur ki burada böyük pullar yatırmağa ehtiyac yoxdur. Böyük hansısa sərmayələr yatırmadan da siz burada sadəcə ömrünüzdə bir dəfə $40 verib biznes hesabı açırsınız və şirkətin digər etaplarından da faydalana bilirsiniz. Hansı ki burada həftəlik qazanclar var və burada digər məhsullardan satış edib əlavə qazanclar götürə bilərsiniz. Təbii ki bunların hər biri burada çox rahatlıqla siz əldə edə bilərsiniz. Və bugün mən deyərdim ki, ümumiyyətcə şəbəkə şirkətlərində illərdə alıcı olan kəslər var. Bunu demək istəyirəm. İllərdir, yəni çox insanlar alıcı kimi şəbəkələrdə fəaliyyət göstərirlər. Bəlkə də burada var elə xanımlar, hələ də var. Və bu insanlar sırf şirkətə abunə ümumiyyətcə alıcı olduqları üçün heç bir zaman heç bir qazanc əldə edə bilmirlər. Sadəcə satışdan qazanc əldə edirlər. Yəni şəbəkələrdə bu belədir. Çox təəssüf ki. Və demək ki, siz qol şərtlərini yerinə yetirmirsinizsə hansısa şəbəkə şirkətlərində, o zaman sizə heç bir qazanc da götürə bilmirsiniz. Nəyə görə? Çünki şəbəkə şirkətlərin hər kəs, yəni eyni mənada hər kəs qol şərtləri deyə bir şey var da, yəni binar sistemləri, günəş sistemləri, yəni bu sistemlər hansı ki bugün insanlar bunu yerinə yetirmir. Deyək ki 80% insanlar şəbəkədə uğursuz nəticə əldə etdikləri baxın səbəb budur ki, onlar qol şərtlərini yerinə yetirmirlər. Söhbət hansısa məhsuldan, pis məhsul, yaxşı məhsuldan da belə getmir. Söhbət odur ki, insanlar bugün şəbəkə şirkətlərində qol şərtlərini yerinə yetirə bilmədikləri üçün bugün uğursuz nəticələr əldə edirlər. Bugün ümidləri boşa çıxır, arzuları boşa çıxır. Çünki çox böyük həvəslərlə başlayırlar ki, biz qazanacağıq, biz hansısa qazanclara gəlib çatacağıq. Amma təbii ki, onlar yüksək hər dəfə aylarla dövriyyələr edib evə almaq məcburiyyətində olurlar və yaxud da satış edərək müəyyən bir nələrsə qazana bilərlər.
Amma yəni gəlib hansısa vəzifəyə çatmaq üçün şəbəkədə hansısa rütbəni əldə edib qazanc əldə etmək üçün bunun üçün mütləqdir ki, qol şərtləri mütləqdir. Birazdan bunu izah edəcəm mən lövhədə də sizə. Şəbəkə sistemi və Livgood'un sistemi nə deməkdir? Ümumiyyətcə bunu tam aydın hər kəs biləndən sonra artıq siz özünüz biləcəksiniz ki, burada yəni bu sistem bizə niyə bu qədər qazancı verir? Bugün Livgood niyə 80% insanları qazandırır və şəbəkədən fərqli olaraq? Çünki Livgood'un yəni sırf qol sistemi olmadığı bu ən böyük üstünlükdür bugün insanlar üçün. Təsəvvür edə bilirsiniz. Yəni bugün hər bir insana biz deyə bilirik ki, siz burada %100 qazana bilirsiniz. Nəyə görə? Amma şəbəkədə bunu deyə bilmirik. Çünki şəbəkə sistemində dediyim kimi siz 2 qolu bərabər saxlamalısınız və yaxud 3 qol, 5 qol, yəni bunlar bərabər qalmadıqca siz orada nə qədər dövriyə yaratsanız, nə qədər satış etsəz də belə sizin bu xeyri yoxdur, yəni qazanc götürə bilmirsiniz. Bundan əlavə satış dedikdə bugün Livgood'da da satış var. Bugün Livgood'un da gözəl məhsullarından siz satış edib oradan da 50%, 10% qazanc götürə bilərsiniz. Yəni bugün şirkət Livgood şirkəti də bizə satışı təklif edir, amma israr etmir. Baxın, siz əgər bu qabiliyyətiniz varsa, satış qabiliyyətiniz varsa, o zaman siz satışdan da qazanacaqsınız. Baxın, bugün şirkət görün necə bir strategiya qurub ki, Livgood. Həm bizə abunə olduğumuz üçün bizə $1 2047 dolara qədər qazanc planı ayırır. Həm şəxsi müştəri dəvətimizə görə biz belə bir şey heç vaxt heç bir şirkətdə, heç bir şəbəkə şirkətlərində görmədik. Şəxsi bir müştəri ilə işləmək bu asan bir iş deyil. Bunu işləyən liderlər daha yaxşı bilir ki, bir insanla işləyib, onu ərsəyə gətirib çatdırmaq, onu öyrətmək. Baxın, bugün mən sizlərlə təlim keçirəm. Mən sizə öyrədirəm. Təbii ki, bir vaxtlar məni də öyrədən bir insan olub. Və bugün yüzlərlə burada mənim kimi xanımlar var ki, vaxtını ayırır, bir insanı öyrədir, bir insanı ərsəyə gətirir, çatdırır və həmən insan şəbəkə sistemində gəlir məhsul alış-verişində artıq istəmir alış-veriş etməyə və yaxud imkan olmadı almağa və yaxud yəni insandır, bir bəhanə etdi, getdi, yəni bunları görə-görə gəldiyim bir işlərdir. Artıq sənin bu boyda əziyyətin oldu heç nə. Sən buna vaxtını ayırıb, bunu öyrətmişdin, sən bunu yəni ki, sərf eləmişdin, bununla nə qədər danışmışdın, bəlkə də 2 gün, 5 gün danışmışdın ki, sən belə bir iş var, belə iş imkanları var. Bu insan gəldi, dövriyə etmədi. Deməli, dövriyə yoxdursa, şəbəkədə qazanc da yoxdur. Dövriyə olmadıq tədbirdə heç vaxt siz qazanc orada götürə bilmərsiniz. Qol şərtləri bir tərəfdən bir cür, yəni insanları geridə qoyur və bu yandan da dövriyə yaranmasa müəyyən faiz dərəcələrinə görə dövriyələri yaratmasan şəbəkədə sən qazana bilməzsən. Amma Livgoodda bugün, yəni siz dəvət etdiyiniz şəxsdən şirkətə gətirdiniz, abunə qeydiyyat etdiniz və dərhal şirkət sizi mükafatlandırır. Təsəvvür edin, dərhal şirkət sizi mükafatlandırır. Bir müştəridən $5-dan 25 dolara qədər sizə qazanc planı, yəni mükafat verir sizə, qazanc verir. Komissiya verir. Yəni bu qədər mükəmməllik ola bilməz. Bir şirkət bu qədər mükəmməl şəkildə bir insanın əziyyətini bu qədər dəyərləndirmək, yəni indiyə qədər mən belə bir şey görməmişəm. Heç bir şəbəkə şirkətlərində kimsə əgər varsa, yəni bunu desin ki, yazsın orada ki, var belə bir şirkət. Yəni həqiqətən bugün Livgood'un ikinci bir üstünlüyü də budur ki, siz dəvət etdiyiniz şəxsə görə vaxtınızı ayırırsınız, ona zaman ayırırsınız, onu gətirdiniz, qeydiyyat etdiniz, ona işi öyrətdiniz. Bəlkə 2 gününüzü aldı bu insan, amma gəldiniz, onu qeydiyyat etdiniz və dərhal şirkət sizi mükafatlandırdı. Və demədi ki, artıq gedin müəyyən qədər dövriyyələri yaradın, ondan sonra mən sizə qazanc verəcəm. Demədi Livgood. Livgood dərhal bizi həm abunə olduğumuz üçün qazandırır, həm şəxsi dəvətlərimizdən belə bizə dərhal $5-dan 25 dolara qədər komissiya verir. Yenə ki, bayaq dediyim o məsələ ki, hansı ki, bugün Leo Bank, Leo Kart, yəni necə Leo Bank müştərilərini çoxaltmaq üçün deyir ki, get mənim linkimi paylaş, sənə də qazanc verim, dəvət etdiyin şəxsə də. Bax, eyni qaydada Livgoodda bugün, yəni, deyir, vaxtını, zamanını ayır, mənim abunələrimi gətir, daha çox abunə gətir, daha çox sənə komissiya verim. Və bundan əlavə, bununla da bitmir Livgoodun imkanları. Və şəxsi bir dəvətimizə görə şirkət bizim aylıq maaşımıza da 50% artım edir. Yəni, maşallah olsun, yəni şirkətin imkanları o qədər böyükdür ki, danışdıqca bitmir. Təsəvvür edin ki, şirkət deyir ki, şəxsi dəvətlər
1 və yaxud 5 dəvət elə, 3 dəvət elə baş ucalığındır. Nə qədər çox dəvət edərsən, 50%-da sənin aylıq qazancına artım edərəm. Yəni görün necə bir mükəmməl sistemlə çalışırıq. Düşünün ki, sizin 3 dəvətiniz var və yaxud 5 dəvətiniz var, fərq etmir. 10 dəvətiniz var. Bu sizə qalmış bir şeydir. Təsəvvür edin, bu 3 dəvətiniz və yaxud 5 dəvətiniz hər biri aylıq $100 abunə qazancı götürür. Deyək ki, abunəyə gəliblər. Bu insanlar abunədirlər. Sadəcə sizin 5 dənə insanınız abunə olaraq gətirmişsiniz bura. Abunə qazancı, hər biri $100-dan abunə qazancı qazanır. Və sırf sizin şəxsi dəvətləriniz olduğu üçün şirkət onların 50%-də qazancını birbaşa sizin maaşınızın üzərinə gəlir. Və hər birindən düşünün 50% $50-dır və onların pulunu kəsmir şirkət. Birbaşa şirkət yenə də öz büdcəsindən sizə hər birindən $50, hardasa deyək ki, 5 dənə $100-lıq sizin dəvət etdiyiniz şəxs varsa aylıq və onların hər birindən $50 sizin maaşınızın üzərinə gəlir. Və bu toplam nə qədər edir? $250. Və siz aylıq olaraq sadəcə 5 müştərinin üzrlü sayın, 5 müştərindən əlavə də 50%-da sizin maaşınızın üzərinə qazanc gəldi. Yəni belə bir mükəmməl bir sistem, ikinci bir sistem dünyada yoxdur. Ona görə xanımlar, yəni bugün Livgood'u bu qədər fərqləndirən tərəflər, bax bu üstünlüklər budur. Yəni burada görün insanlara nə qədər şirkət qazanc verir. Bundan əlavə şirkətin bir dəqiqə üzrlü sayın. Üzrlü sayın. Ona görə xanımlar, yəni baxın belə bir sistemlə hal-hazırda çalışırıq. Yəni bunları sizdə sözdə izah etmək istədim və istəyirəm sizə mən lövhədə də izah edim. Bugün yəni şəbəkə nə deməkdir və şəbəkədə niyə görə insanlar yəni qol sistemlərini qura bilmədikləri üçün niyə qazanmırlar və yaxud burada isə yəni şirkət necə bizi qazandırır? Hər şey normal görünürmü? Zeynəb, bir zəhmət mənə oradan deyiləndə hər şey normaldırmı? Biraz parıltılı göstərir. Nə yazanda baxacağam indi. Aha, yenə də telefonu dəyişmişəm asoba ona görə ki. Belə eləsəm necədir? Hə, biraz qabağa gətir zəhmət olmasa, bir qabaqda yaxşı görsəndi. Belə yaxşıdır. Aha, şo. Baxın, xanımlar, deyək ki, birinci gəlin şəbəkəni mən sizə izah edim. Baxın, bu şəbəkə sistemi, baxın şəbəkədə, baxın bu belə. Deyək ki, 2 qolla və yaxud 3, 4 şəbəkə, baxın belədir. Siz şəbəkədə, baxın bu qolları dolduraraq, bunlar ayrı-ayrılıqda, deyək ki, burada da, deyək ki, 100 manatlıq dövriyə yaranmalıdır. Burada da minimum deyirəm və yaxud 1000 manatlıq fərq etmir. Burada da deyək ki, burada da yarandıqca burada yaranan faiz dərəcəsi hansısa məsəl üçün şəbəkədə faizlərə görə qazanc verilir də. Deyək ki, 3%, 6%, 9%. Yəni burada hesablayıb deyək ki, burada 100, 200, 300, 400 manatlıq, 400 manatın 3%-i sizə gəlir. 400 manatlıq dövriyə yarandısa sizə burada onun 3%-i qazancı gəlir. İndi onu özünüz hesablasaz, kalkulyatorda bunu görəcəksiniz aydın şəkildə. Və yaxud da 1000 manatlıq dövriyə ayrı-ayrılıqda. Əgər siz bu qollarda, deyək ki, baxın şəbəkədə, bu qollarda yoxdur, sadəcə burada belə $5000 dövriyə getdi. Baxın, $5000 dövriyə getdi. $5000 dövriyə getdi. Bunlarda heç şey yoxdur. Siz heç bir şey qazanmırsınız. Baxın, heç bir şey. Çünki
sizin fərq yaratmalısınız. Mütləqdir, bu şəbəkənin qaydasıdır. Fərq yaranmasa istəyir 2 qol olsun, fərq etmir. Baxın, olmasın heç 3-4 qol, 2 qolla. 2 qolla bu qol tutub gedib, bu qolda heç kim yoxdur. Bu qolla bu qolun fərqi olmadığı üçün siz ömrü boyu buradan qazanc sizə verməyəcək şəbəkə şirkəti. Yəni bunu biləsiniz. Şəbəkə şirkətinin qaydası budur. Şəbəkə şirkətinin marağında onun məhsulunun satışı və müəyyən ayrı-ayrı qollar yaradıb, o qollara görə müəyyən faizi sizə vermək istəyir. 3%, 6%, 9%, nə bilim 15%, hər neçə faiz, hər bir şəbəkənin özünün qoyduğu bir faiz dərəcəsi var. Əgər siz bu qolları, əlavə qolları və yaxud fərqləri yaratmasanız, siz ömrü boyu bu 5000'lik burada gedən dövriyyənin 1 manatını da belə almayacaqsınız. Baxın, bu şəbəkə şirkətləri. İndi gəlin görək, Livgoodda imkanlar necədir? Baxın, bu da Livgooddur. Baxın, Livgoodda da baxmayaraq sistem belə gedir. Sistemdə bu cürlə göstərir. Sağ, sol. Baxın, sağ, sol. Eyni qaydada göstərir. Yəni, oxşayır. Fikir verirsiniz, şəbəkəyə oxşayır qaydası. Burada da belədir. Yəni, burada da sağ, solba belə gedir gedişatlar. Eyni qaydada. İndi burada fərq nədir? Burada fərq odur ki, qol şərtləri yoxdur. Burada demir sənə 2 qolu tarazda saxla qazan. Demir sənə 5 qolu və yaxud ged artır. İstəyirsiniz burada gedin 10 dana xanım gətirin. Məsəl üçün 10 dana insan gətirmişsiniz. Bunlar hamısı baba, hamısı gəlib bura düşəcək. Soldan sağa. Baxın sol. Baxın belə. Robot gəlir belə yerləşdirir. Sonrakıları sağa gətirib oturacaq. Sağa. Ədalətli şəkildə robot hər kəsin altını belə doldurur. İndi gəlin bir şey mən sizə izah edim. Burada hər bir burada gedən gedişatda həm burada yəni Livgood'un mən sadəcə fərqi sizə izah edim, sonra başqa şeylər də deyəcəm. Sadəcə burada deyək ki, sizin bu tərəfinizdə kimsə yox. Baxın, bu tərəfinizdə kimsə yox. Bu tərəfinizdə sadəcə bir nəfər robot gətirib atıb bura. Bir dənə belə brilyant gəlib düşüb bura. Bu oranı yığıb uçub getdi. Burada ama heç kim yoxdur. Siz yenə də 2047 dollar, baxın 2047 dollar yenə də burada bu bir nəfərə görə, baxın bunun altında olan bu boyda komandaya görə 2047 dollara qədər pasiv qazanc götürürsünüz. Pasiv qazanc. Başa düşürsünüz bu nə deməkdir? Yəni bunu şəbəkədə olan insanlar çox gözəl bilər. Sadəcə şirkətin alıcısısınız və bunlar da hamısı alıcıdır. Burada da alıcılardır, burada da alıcılardır. Sadəcə burada abunə olub alıcı kimi qalırlar. Burada isə dövriyə edirlər, qollar yaratmalıdırlar. Və indi görün sizcə hansı rahatdır, hansı daha insanlar üçün uyğundur. Sadəcə ayda 10 dollar verib abunə kimi qalırlar. İstədikləri zaman alış-veriş edirlər, istəmirlər, etmirlər. Amma yenə də şirkətin abunəçisi olduğu üçün hər bir abunəçisi, yəni şirkətin Livgood'un abunələri onun alıcıları deməkdir. Yəni müasir formada deyək. Bütün müasir alıcıları üçün Livgood 1 dollardan 2047 dollara qədər qazanc planı ayırır. Və indi gəlin görək şəbəkədə bu 5000 insan, bu 5000 insan var burada. Hər biri burada qazanır mı? Məsələ budur. Bu 5000 insanın 5000'i də mi qazanır? Xeyr. Bu komandanı kim qurubsa, deyək ki, bəlkə də bu xanım qurub. Bu xanım deməli 3 dənə, 2 dənə, 3 dənə ayrı-ayrı fərqləri yaradıb, bu yaratmayıb. Yaratmadığı üçün bu qazanmır. Bu yaradıb deyə 3 dənə, 2 dənə qolu. Bu 5000'lik komandada bir dənə bu qazanacaq. Əgər bunun kimi heç kim bu qol şərtlərini etməyibsə, bu 5000'lik dövriyyədən 1 manatda o adamlara düşməyəcək. Necə buna düşmür ona da. Amma baxın indi sistemə baxın Livgoodda necədir. Livgoodda isə fərq etmir. Sizin deyək ki, baxın gəlin belə deyək. Deyək ki, burada alt-alta passivlərdir. Abunə, bu da abunəyə gəlib, bu da abunəyə gəlib. Passivlərdir bunlar hamı. Altında bir dənə uçdu getdi. Bir dənə lider düşdü, burada baxın uçdu getdi. Bu liderin bu boyda komanda qurması bunların hamısına təkandır. Təsəvvür edin, bu da qazanır, bu da qazanır. Bu da hər biri burada 2047 dollara qədər olan abunə qazancını hər biri qazanır. Yəni bu şirkətdə elə bir şirkətin alıcıları da bu insanlar. Şirkətin alıcıları olduğu üçün sadəcə abunə olaraq qalıblar. Başqa imkanlardan yararlanmaq istəmirlər. Çünki şirkətin 7 növ imkanından bu insan yararlanır. Baxın,
7 növ qazancdan bu insan yararlandığı için komanda qurur. Komanda qurur və uçur gedir. Uçur gedir, həftəlik limitsiz qazanclar qazanır. Amma bu insanlar sadəcə alıcı kimi gəliblər şirkətə və şirkətin alıcılarıdır. Yenə də alıcı olduqları üçün şirkət onları 2047 dolara qədər qazanc planına ayırır. Başa düşürsünüz bu nə deməkdir xanımlar? Yəni bunun üstünlüyünü bəlkə kimlər bilmirsə bilsin. Bəzən xanımlar düşünür ki, burada da dəvətdir. Yox, bu elə şəbəkədə də dəvət idi, burada da. Söhbət burada dəvət etdiyin şəxsdən sən 5 dollardan 2047 dolara qədər qazanc planı verir sənə şirkət. Fərq budur. Burada nə verirdiniz bizə? Siz şəxsi burada istəyirsiniz, gedin 10 dənə dəvət edin. Amma siz qolları tarazlamasaz, şəbəkədə heç bir şey yoxdur. Heç bir qazanc əldə edə bilmərsiniz. Amma Livgoodda isə bir dəvətdən siz dərhal 5 dollardan 25 dolara qədər sizə komissiya verir şirkət. Yəni bunun misli yoxdur xanımlar. Bəlkə kimsə hələ bunun fərqində deyil. Bəlkə kimsə bunu bilmir. Yəni siz insanlara da məlumat verəndə bunların üstünlüklərini mütləq izah edin. Və bugün abunə sistemi piramida deyil. Abunə sistemi haram deyil. Abunə sistemi, yəni indi mən sizə izah elədim də, burada halal haram söhbətini bəzi insanlar deyəndə onlara izah edin. 5000 insan burada yığılıb. Heç biri qazanmır, bir insan qazanır. Bu halaldır mı? Burada bu qədər insanı qazandırır şirkət. Bu haramdır mı? Baxın, belə hallarda bunu bu şəkildə izah verəndə insanlara hər kəs artıq şirkət ədalətli olmağını görəcəklər. Baxın, bugün Livgood çox ədalətli bir sistemlə çalışır. Baxın, bu insanlar abunəyə gəlib, sadəcə bunların qazancı 2047 dolara qədərdir. Ondan artıq onlara vermir. Amma bu insan işləməyə gəlibsə 7 növ qazanc, limitsiz qazancları bu insan qazanacaq. Limitsiz. Olsun, bu insan da haqqıdır qazanmaq. Çünki bu insan bunlardan fərqli olaraq gecəsi gündüzünü qatır. İnsanlarını öyrədir. Daha çox komandasını inkişaf elətdirir. Təbii ki, bu insanın, bu 7 növ şirkətin bütün qazanclarından halaldır ona. Çünki əziyyətinin bəhrəsini görür. Amma yuxarıdakılar da yenə qalmır. Görün, yəni burada şirkətin ədalətli sisteminin bu cürlə olması, yəni bu strategiya ilə qurulması bugün bütün ölkələri baxın bura axın etməsidir. 212 dövlətin bura bugün axın etməsinin səbəbi budur. Çünki artıq insanlar yorulub, nə qədər alıcı kimi qalarlar şəbəkələrdə, nə qədər uğursuz nəticələr əldə edərlər şəbəkələrdə. Baxın, yəni bunun üstünlükləri budur. Və deyək ki, bu günləri burada hələ mən 7 növ qazancı sayıram. İndi gəlin sizə 7 növ qazancın xırdalayaq bəzi məqamlarını. Çünki şirkətin ümumiyyətcə imkanları hədsiz çoxdur. Baxın, deyək ki, bu insan gəlib və burada rütbələr var. Bilirsiniz ki, həftəlik rütbələrə görə də qazanclar, dərinləşmə qazanclar var. Deyək ki, 2 nəfəri gətirdi bu insan. 2 nəfəri gətirdiyi üçün bronz oldu. Düzdürmü? Bronz oldu. Və dərhal ilk rütbəni açdı və burada bronz olduğu üçün deyək ki, bu insana 5 dollardan 25 dolara qədər komissiya gəlirdi. Bu insandan. İndi görün, həmçinin bu insandan da eyni qaydada bundan da eyni qazan. Və indi mən birinin üstündə göstərəcəm. Deməli, bu insan 2 insan dəvət etdiyi üçün bronz oldu və 2 xətt açıldı. 2 xətt nədir? Şəxsi dəvəti və onun partnyorundan da. Baxın, şirkət onun partnyorundan da bu şəxsə 10% qazanc verir. Baxın, 10% qazanc verdi. Və deyək ki, gümüş olduq. İkinci rütbə gümüşdür. Gümüş rütbəsi. Gümüş rütbəsində 4 xətt açılır. Baxın, 4 xətt, şəxsi dəvətiniz, onun dəvəti, baxın, onun dəvəti. Bu zaman 10%, 50%, yəni şəxsi dəvətdən 50 götürmüsünüz, 50%. 10%, 5%, 5%. Şirkət sizə qazanc verir. Yəni bu abunələrin hər birindən sizə qazanc gəlir. Və sonra gold rütbəsidir. Gold rütbəsində də 6 dərinlik açılır. Baxın, 2 dənə açıldı. Burada 3%, 2%. 2%. Yenə də platin. Platində də 8 dərinlik oldu. Baxın, yenə də 2%, 1%. Baxın, bu şəkildə və almaz rütbəsi.
almaz rütbəsində də baxın bu şəkildə 1%, 1%. Baxın, bu qədər mükəmməl bir sistemlə işləyirik. Bu, sırf həftəlik qazanclar verir sizə. Baxın, bu həftəlik kimlər ki, şirkətin 7 növ qazancından istəyir qazanmaq, baxın, həm həftəlik, həm də aylığını təbii ki, götürəcək. Aylıq qazanc hər kəsə aiddir. Bir mənalı aylıq qazanc hər bir abunəçiyə aiddir. Hansı ki, o 1 dollardan 2047 dollara qədər olan qazanc isə. Amma burada həftəlik qazancları üçün əgər siz çalışıb şəxsi dəvətlər edirsinizsə, minimum 3 dəvət edirsinizsə, baxın, bu həftəlik, bu dərinlik qazanclarının hər birində əlavə olaraq siz qazanırsınız. Hər biri sizə həftəlik olaraq qazanc gəlir. Düşünün, nə deməkdir? Hər həftə, ayda 5 dəfə siz Livgood şirkətindən qazanc götürürsünüz. Bundan əlavə, baxın, bu şəxs, deyək ki, komanda qrubu artıq. Bundan əlavə, bu xanımın şəxsi dəvətləri deyək ki, 3 dənədir və yaxud 10 danadır, fərq etmir. Bu 10 danada hamısı bir-birinin altından düşür, düzdürmü? Və bu 10 şəxsi dəvətə görə də daimi siz aylıq da onların 50% qazancını da baxın götürürsünüz. Kimlərin ki, şəxsi dəvətləri neçə dənədir, bunun fərqi yoxdur. Ona görə xanımlar, bu şirkətdə mən demək istəyirəm ki, heç kim dayanmasın. Yəni, o qədər mükəmməldir və siz burada hələ yenisiniz. Biz yolun başındayıq. Bugün Azərbaycanda bu 4 aydır bu sistem belə inkişaf edir və bu 4 ay ərzində komandanın sayı 3000 artır. Bu, yəni, həqiqətən möhtəşəm bir nəticədir. Möhtəşəm bir göstəricidir. Çünki artıq liderlər də bunun fərqindədir. Necə ki, dünya liderləri, Azərbaycan liderləri də bunun fərqindədir ki, bugün hər bir kəs istəyir ki, dəvət etdiyi şəxsi qazandırsın. O da qazansın, lider də qazansın. Və bugün hər bir kəsə alnı açıq şəkildə biz deyə bilirik ki, siz Livgood'un imkanlarından faydalanıb daha çox qazana bilərsiniz. Həftəlik, aylıq, nə qədər ürəyiniz istəyir, limitsiz qazanclar götürə bilərsiniz. Ümid edirəm ki, bunu izah edə bildim aydın şəkildə. Və bugün bizim bir möhtəşəm bir sürpriz qonağımız da olacaq. İnşallah ki, xanım yəni çox iddialı, çox əzimli bir xanımdır. Əgər buradasınız, yəni təsəvvür edin ki, xanım hal-hazırda işdən özünü evə çatdırır ki, bura bugün qoşulsun bizə. İnşallah ki, gəlib çatmış olar evə. Könül xanım, siz zəhmət olmasa mikrofonun üstündən vurun, mən sizi əlavə edim. Görmürəm sizi. Bizim əzimli xanımımız həqiqətən tez bir müddətdə silver oldu və istəyirəm ki, o əzimlə çalışan zəhmətkeş xanımımızı sizə tanıtım və görəsiniz ki, həqiqətən burada, bu sistemdə necə çalışan xanımlarımız var və baxın xanımlar, kimlərsə bəzən evdə otururlar, başqa iş gücü yoxdur. Amma yenə də bu işləri, yəni onlayn sistemdə çalışmağı o qədər tənbəllik edirlər, o qədər yəni aciz durumda özlərini görürlər ki, düşünürlər ki, yəni mən bu işə alındıra bilmərəm və yaxud məndə alınmaz. Amma baxın, belə xanımlarımız da var ki, görün neçə bir işdə işləyir və həm də gecə saat 10-un yarısı gəlir çıxır evə, həmçini də burada da işini davam etdirir, gözəl şəkildə komanda qurub. Könül xanım, buradasınızsa, zəhmət olmasa əl qaldırın, sizi əlavə edim. Könül xanım, buradasınız, mikrofonun üstündən vurun, çünki bayaq yoldaydı. Aha, buradadır Könül xanımımız. Könül xanım, qoşulursunuz, açdım mikrofonu. Siz də açın, buyurun. Bir sizi tanıyaq, Könül xanım. Mikrofonun üstündən vurun. Artıq açılıb. Kameranı da açın, buyurun. Sizi gözləyirik, Könül xanım.
Könül xanım mikrofonun üstündən vurun, açılacaq səs. Könül xanım, səsiniz niyə gəlmir? Yoxsa mən mi eşitmirəm? Könül xanım mikrofonun üstündən vurun, zəhmət olmasa. Qızlar, yəqin ola bilər Könül xanım hələ evə çatmayıb. Bacardığım qədər mən təlimi uzatdım ki, Könül xanım siz bizə qoşula biləsiniz. İstəyirdim sizi xanımlar tanısın. Könül xanım şəbəkədə olub, illərdir şəbəkədə də işləyib, böyük uğurları olub, amma yəni buna baxmayaraq bugün həm də Livqudda böyük uğurları var. Maşallah olsun, çox aktiv, əzimli bir xanımdır. Neyse Könül xanım, mən sizi qoşa bilmədim ya da siz yəqin ki gəlib çatmamısınız. Belə xanımlar, yəni ümid edirəm ki təlim yararlı oldu. Ümid edirəm hər kəs üçün yararlı bir təlim oldu xanımlar. Ona görə yəni olduğumuz yerdən yəni daha bərk yapışaq, daha möhkəm yapışaq. Həqiqətən bugün yəni belə bir iş sistemi, yəni heç arada yoxdur. Həqiqətən, yəni bu sistemi hər birimiz tətbiq edək. Hər birimiz tətbiq edək, dayanmayaq və hər kəsə, ətrafımızda hər bir kəsə bu sistemdən danışaq. Yəni bugün şirkət yəni bizə baxın, görürsünüz ki, şəxsi müştəri dəvətimizə görə də bizi mükafatlandırır və bizə komissiyaları ödəyir. Ona görə dayanmırıq, dayanmadan davam edirik. Aha, mən sizə izin verdim Könül xanım. Buyurun, mikrofonu üstündən vurun, açılacaq. Aha. Könül xanım, səsiniz gəlmir. Səsinizi açın, zəhmət olmasa. Səs məndə mi gəlmir, yoxsa qızlar siz eşidirsiniz Könül xanımı? Qızlar sizdə səs gəlir, Zeynəb. Xeyr, gəlmir. Könül xanım, səsiniz gəlmir axı. Könül xanım, yenidən qoşulun, zəhmət olmasa. Könül xanım, indi qoşulun. Maraqlı oldunuz. Ay Könül xanım, hamımız sizi maraqla gözləyirik. Səs gəlmir axı. Səs niyə gəlmir ay Könül xanım? Səs qətiyyən gəlmir axı. Qızlar, niyə səs gəlməsin? Xanımın telefonu ilə əlaqədardır deyə düşünürəm. Bayaq da məndən soruşdu ki, səs həddindən artıq zəif gəlir. Tamam gəlmir. Amma sizi gördük. Şad olduq sizi görməyimizə Könül xanım. Maşallah olsun. İstəyərdik sizi dinləyək. Həqiqətən. İstərdim ki, xanımlar sizi dinləsin və görsün ki, Könül xanımda necə bir həyəcan var, necə bir həvəslə. Saat 10-da gəlir evə və həvəslə də necə çalışır. Ramilə xanıma sözü verəcəm. Ramilə xanım,
Könül xanımın sponsorudur, onu öyrədən xanımdır. Ramilə xanım, bəlkə siz danışasınız, sizə eşidərik. Ramilə xanım açdı mikrofonu. Buyurun. Könül xanımın səsi gəlmir konkret. Orada bağlamışsınız. Könül xanım mikrofonun üstündən vurun. Mikrofonun üstü bağlıdır. Ona görə səs gəlmir. Mikrofonun üstündən vurun. Mikrofon bağlıdır Könül xanım. Mikrofonun üstündən vursanız açılacaq. Belə xanımlar. Çox təəssüf. Könül xanımı dinləyə bilmədik. Texniki problemlərə görə üzürlü sayın. Ola bilər, bəlkə də bilmədim nə problem baş verdi. Belə xanımlar, əgər kiminsə sualı varsa, təbii ki, suallarınızı verə bilərsiniz. İşimizlə bağlı kimlərin fikirləri varsa, buyurun, suallarınızı verin. Burada Qumru xanım var. Qumru xanım, açdım mikrofonu. Töhfə xanım, sizi də açdım mikrofonu. Salam, axşamınız xeyir olsun Cəmilə xanım. Axşamınız Mənim xeyir bir olsun. sualım olacaq sizdə. Buyurun. Deməli, biz 2 nəfəri məsələn dəvət etdik, bronz karyerini açdıq və bronz karierimizdəki insanlar da özlərinə insanlar dəvət etdi. Tutaq ki, 2, 3, 4 nəfər hərəsi. Bizim məsəl üçün yenidən bir qeydiyyatımız oldu. Bizim qeydiyyat gedir, onların insanlarının altına düşür, eləmi? Bəli. Aha. Biz həmin öz qeydiyyatımız nətər ki onların altına düşüb, o insanlar məsələn aylıq $100 qazanırsa, biz onun qazancının tən yarısı bizə gəlməlidir də. O anda biz onu götürə bilirik ya yox. Biz ancaq şəxsi dəvətlərinizdən. Sizin altınızda ola bilər ki, 100 dənə abunə var, amma sizin abunələr deyil o. Yuxarıdan deyək ki, abunələr gəlib düşüb və yaxud belə, və yaxud başqa bir partnyorunuz dəvət edir. Məsəl üçün bir partnyor dəvət eləmişsə, o bir partnyor nə qədər abunə yığıb gətirib də dəvət edib deyək ki. Məsəl üçün Onu siz... anlayıram, yox. Məsələn, mənim öz dəvətim gedib insanların altına düşür. Bunlardan götürə bilərəm. Bəli, şəxsi dəvətlərinizin hər birindən. Sizə aid olan hamısından götürürsünüz. Təşəkkür edirəm, çox sağ olun. Mən sizə təşəkkür edirəm. Axşamınız xeyir Zeynəb xanım. Səsim gəlirmi? Mən danışa bilərəmmi? Bəli, buyurun Könül xanım. Şükür Allaha, şükür Allaha. Cəmilə xanımdır burada. Cəmilə xanım axşamınız xeyir. Zeynəb zəng eləyir mənə yuxarıdan, onun adını oxuyub danışıram. Çox həyəcanlıyam, üzrü sayın. Təsəvvür eləyin ki, işdən qaça-qaça gəlmişəm ki, təlimə qoşulum. Səs açılmır, nə deməkdir? Möhtəşəmsiniz, süpersiniz. Çox sağ olun, Allah razı olsun. Çox şad olduq sizi tanımağımıza, Könül xanım. Sizi aramızda görməyə çox şad olduq. Belə əzimkar xanımlar bizimlə bir aradadırlar. Siz indi deyin, görün necə oldu? Necə başlamısınız network-a? Neçə ildir bu sahədəsiz? Cəmilə xanım, əvvəla onu deyim ki, mən sizə qulaq asasa bir şey fikirləşdim ki, baxın, bu komandada olan bütün xanımlar deməli Allahın sevdiyi insanlardır ki, yəni belə bir işin içindədirlər. Yəni, necə deyərlər, Allah sizdən də razı olsun, bu qədər komandanı siz idarə edirsiniz. Çox sağ olun, minnətdaram sizin kimi liderlər bizim, necə deyərlər, ətrafındayıq sizin. Mən demək olar ki, güclü xanımları çox sevirəm, həqiqətən. Yəni, həsəd aparıram o xanımlara, amma sevirəm. Xanım nə qədər güclü olsa, deməli, onda nə qədər potensial varsa da onu üzə çıxarmağı bacarmalıdır. Çəkingən olmamalıdır. Əslində, mən özüm əvvəllər biraz çəkingən olmuşam, yəni də, necə deyərlər, özgüvənim olub daima, amma ailə şəraitindən bağlı olaraq onu üzə çıxara bilməmişəm. Yəni, indi yaşımın o dövrüdür ki, belə deyim, maşallah olsun, indi özgüvənimi, potensialımı, hamısını ortaya qoya bilirəm.
Ailəm üçün, Nə hamımız gözəl. ailəmiz üçün çalışırıq. Əlbəttə ki, bəli. Mən indi baxın işdən gəlirəm xanımlar, deməli 11 saat iş saatımdır. Həm orada çərəz şöbəsində işləyirəm, həm Oriflame şirkətində hələ də varam, belə deyim, satışla məşğulam. Düzdür, Oriflame'in əvvəlcə olan sistemi yeniləndiyinə görə biraz çətinlik oldu. Düzdür, Oriflame-də dağıldı hamı o yeni sistemlə əlaqədar olaraq. İndi hal-hazırda Livgood şirkətindəyəm. Çox sevinirəm. Ramilə xanım çox sağ olsun, mənim gözəl sponsorum. Oriflame şirkətində də Ramilə xanım mənim sponsorum idi. Güvəndiyim, çox sevdiyim, yəni doğmam deyim. Yəni o qədər mən sponsoruma həm güvənmişəm, həm sevmişəm. Elə Oriflame şirkətində işləyəndən bu yana məni dəvət elədi Livgood şirkətinə. Dedi ki, Könül, belə bir şirkət var, mən qoşulmuşam 3-4 gündür. 4 gün idi Ramilə xanım şirkətə abunə olmuşdu. Dedi, gəl sən də qoşul. Dedim, mən dedim, amma mart ayı işləyə bilməyəcəm. Çünki mən xadnoysuz işləyəcəm, 12 saatda iş saatı. Yəni, yalandan qoşulmayayım da. Mən istəyirəm ki, qoşuldumsa da mən orada başlayayım işləməyə. Dedi, yox, bu belə deyil, sən burada yerini tut, heç olmasa. Yəni, yerini tut. Mən bilirəm ki, sən bir aydan sonra da başlasan, işləyəsən də, yəni. Mən də Ramilə xanımı dinlədim, çox sağ olsun, elə qoşuldum. Elə bir dəfəlik $50 qoşuldum, heç $10 da yox. Yaxşı ki da qoşulmuşam, yaxşı ki da bu şirkətdəyəm. Çox sevinirəm. İndi də ki, var gücümlə çalışıram. Demək olar ki, hədəf qoymuşam, hədəfimə çatmaq üçün. Ətrafımızda düzdür, insanlar var, dəvətlər eləyirik. Hər kəsin düşüncəsi eyni deyil, hər kəs eyni qavramır nəsə söz deyəndə, yəni hər kəsə eyni çatmır. Amma yoxlar da bizi sarsıtmır, şəxsən məni sarsıtmır yoxlar. Əksinə, o yoxlardan mən daha da güc alıram. Bilirəm ki, yox eşidirəmsə, sabah hə eşidəcəm. Ona görə çalışıram. Bu şirkəti niyə sevdim mən? Bu şirkətdə halallıq var, dürüstlük var, doğruluq var, əsl qazanc var. Demək olar ki, başqa şəbəkə şirkətlərindən fərqli olaraq. Ona görə mən bu şirkəti çox sevdim, kollektivimizi də sevdim. İndi hal-hazırda canlı görməsəm də, yəni əyani görməsəm də, yəni Cəmilə xanımı başda olmaqla, Zeynəb xanımı da çox sevirəm, həqiqətən. Yəni baxırsınız üzünə belə gözəl aura var. Mən baxdım, kollektiv getmişdi Türkiyəyə. Həqiqətən elə bil ki, seçilmiş insanlardır doğrudan da. Allah Taala bu insanlara necə liderlik verib deyim. Yəni bu insanları Allah Taala sevdiyi insanları həmişə istədiyi arzularına çatdırır. Gec də olsa çatdırır. Demək Livgoodda da həqiqətən seçilmiş insanlardır. Mən istəyərdim ki, o qədər ehtiyacı olan insanlar var ki, həqiqətən baxırsan ki, bu insanların ehtiyacı var, amma nə isə bir şey bunları qoymur ki, gəlsin, qoşulsun, qazansın. Baxır hələ. Deyirəm, danışıram, baxırlar. Deyirəm, baxmayın. 3 gündən sonra gec olacaq. Bir 10 nəfərdən aşağıda olarsan. Gəl, indi qoşul. 10 nəfərdən yuxarıda ol sən. Heç olmasa işləməsən də o 10 nəfərin 25 sent ayda sənə gəlsə, 10 nəfər olacaq 20 nəfər, 20 olacaq 30, 50, 100. Yəni o sənin bəsindir. Deyirəm, danışıram, baxırlar. Nə bilim, hələ gözləyirlər. İnşallah ki, Allahın köməkliyi ilə, yerdə gözəl komandamızın, gözəl kollektivimizin köməyi ilə mən də qoyduğum hədəfə çataram inşallah. Yəni Allah əziyyətimi itirməsin. Baxın, gəlmişəm, elə bilməyin ki, mən yatacam. Yox, mən burada təlim bitəndən sonra mənim danışacağım insanlar var. Alnımın tərinə baxın. Alnımın tərinlə inanın ki, qaça-qaça gəlmişəm ki, gedim o işdən qoşulum. Heç olmasa Cəmilə xanımgillə bir danışım, sürpriz qonağı oldum. Sağ olsun, Cəmilə xanım da məni dəvət elədi. Düzdür, mən də yeni qoşulmuşam. Hələ mənim öyrənəcəyim də çox şeylər var. Mən heç vaxt demərəm ki, mən hər şeyi yaxşı bilirəm. Onu da xoşlamıram.
Yəni nə qədər bilsəm də baxmağı, yenə öyrənməyi xoşlayıram. Əlavə nələrsə öyrənim, nələrsə bilim. Çünki mən artıq komanda idarə eləyəsiyəm. O komandaya da nə isə özümdən yuxarıdakı liderlərdən götürüm, ötürüm. Yəni bu mənim iş prinsipimdir. Möhtəşəm. Könül xanım, Əslində həqiqətən çox Səmdə gözəl. xanım, mən bir məsələyə də toxunmaq istəyirəm. Mənim uşaq vaxtımdan arzularım olub. Yəni mən həmişə əlaçı oxumuşam. 5 almışam həmişə, evin böyük uşağı olmuşam. Bizdə hamı ali təhsilli olub, yəni oxuyub. Amma nəsə mən Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Fakültəsinə hazırlaşmışam, imtahan da vermişəm. Amma bizim dövrümüzdə test imtahanları yox idi. Bizim dövrümüzdə ya gərək fitri istedadı olardın, ya da ki siyahıda adın olardı. Hamı bilir bunu. Yəni adım siyahıya düşə bilmədiyinə görə mən konkursa düşmüşəm. Mənim arzularımın çoxu yarımçıq qaldı. Mən sevirdim səyahəti, gəzməyi, belə şeylər sevirəm. Çünki uşaq vaxtından da həmişə gəzməkdə olmuşuq. Lager, piyano düşərgələrində olmuşuq. Amma bu arzularım bir müddət, ömrümün elə bil ki, bir müddəti, bir ara məsafəsi bağlı qaldı hamısı. Amma Allahıma şükürlər olsun ki, bir 10 il olar ki, yəni mən bu sərhədi necə deyirlər, aşmışam. Yəni mən öz potensialımı ortaya qoymağı bacarıram. Ona görə məni ən çox da, baxın, bu sistemdə səyahətlər daha çox maraqlandırır. Yəni sevirəm səyahətləri həqiqətən. Qazanam, gəzəm, xərcləyəm. Yəni belə. Yəni istəmirəm ki, nə bilim, mənim fikrimdə də 5 günlük dünyadır. İstəyirəm, düzdür, mən market sistemində də işləyirəm. Orada iş ağırdır, çox ağır işdir. Yəni insanın ömrü marketdə keçir də, demək olar ki. Amma elə Oriflame şirkətində də işləyəndə deyirdim, bu mənim başqa bir həyatımdır. İndi də ki Livgoodda. Livgood mənim başqa bir həyatımdır. Mən özümü o necə deyirlər, ən gözəl insanın həyatının ən gözəl dövrləri olur ki, səyahətlərə gedirsən, gözəl komanda ilə, gözəl kollektivlə. Adama bir ləzzət eləyir ki, qızlar, valla kim əgər getməyibsə də səyahətlərə, mən Oriflamedə yaşamışam bunları. Bakıda demək olar ki, ən gözəl belə otellərdə hansı ki, kimlərsə yanından belə keçə bilmir onun. Kimlərsə girib içərdə o bir stəkan çayı orada hərdəsə 50 manat, 100 manat olan otellərdə biz ziyafətlərdə olmuşuq. Çox gözəldir, həyat çox gözəldir bu sistemlərdə. Çalışın qızlar, çalışın, dəvətlər gətirin, statuslara qalxın. Çalışın, hədəf qoyun, hədəf qoyun. Məsələn, mən hədəf qoydum, bu həftənin axırına mən silver olmalıyam. İnanın, gecə-gündüz yuxum ərşə çəkilmişdi. Təsəvvür eləyin, işdəydim. Dedim, Allah, mən 2 gündür dəvətim yoxdur. Mən bu 3 nəfərin əlində qalmışam da. Allaha and olsun, getdim günorta namazında. Allahıma bir ürəkdən dua elədim. Təsəvvür eləyirsiniz. Həmin gün mən axşam silver oldum. Heç özümün xəbərim olmadı. Ramilə xanımla görüntülü danışırdım. Bir də gördüm məni təbrik edir. Xəbərim var, sən silver oldun. Yəni bir dəvət özüm gətirdim. 2 dəvət xanımlar gətirdi, silver tamamlandı. Yəni qurban olum Allahıma, yəni hər şey Allahın əlindədir. Yetər ki, siz onu istəyin. Özü əzmlə istəyin, belə ürəkdən istəyin. Yoxsa olar, olmaz. Onda olmayacaq. Siz onu belə istəyin və üstünə gedin həmişə. Yəni istəyinizin üstünə gedin, çalışın. Çalışın, gecə də fikrinizdə olsun, yemək yeyəndə də fikrinizdə olsun, çay içəndə də fikrinizdə olsun, beyniniz adaptasiya olsun ki, mən o işi eləməliyəm, o işi mən almalıyam. Onda valla sizin bütün işiniz yolunda gedəcək. Super, möhtəşəm. Könül xanım, çox təşəkkür edirəm. Gözəl fikirlərinizi bizimlə bölüşdünüz. Həqiqətən möhtəşəmsiz. Yəni bu cürlə əzmlə çalışaraq doğrudan da sözün əsl mənasında sponsorluğun da haqqını verirsiniz. Hər bir işinizin haqqını verərək siz burada ən yüksək yerlərdə olacaqsınız. Buna tam əmin olun həqiqətən. Və bir Çox də sağ olun, inşallah. siz Rabilə xanım kimi bir sponsorunuz var və həm də Oriflame məktəbi keçmisiniz. Bu da özünü göstərdi yenə. Təbrik edirəm. Həqiqətən möhtəşəmsiz. Təşəkkür edirəm bir daha. Çox sağ olun Cəmilə xanım. O axırıncı cümləmi deyim. Mən istəyirəm ki, həqiqətən mən də öz komandama, yəni Ramilə xanım necə ki komandasına qol qanat
açır, həmişə dəstək olur. Birinci, məsələn, elə Ramilə xanımın da mənim də sponsorum sizsiniz. Yəni bu sistemdə biz sizi tanımışıq, sizin ətrafınıza yığılmışıq. Yəni sizin necə deyərlər, balalarınızıq, belə deyim. Eynən, Yəni eynən. Allah sizi qorusun. Allah sizi qorusun. Var Cümləmizi. olun. Sağ olun ki, bizi bu sistemə dəvət elədiniz. Bizə hər gün öyrədirsiniz, qızıl vaxtınızı ayırırsınız. Yəni bunun özü böyük bir şeydir. Vallahi qızlar, qoşulmaq lazımdır, öyrənmək lazımdır. Mən imkan daxilində vallahi qaça-qaça gəlirəm. Mən işdən çıxanda 7 kilometr piyada yol gəlirəm. Tanıyanlar bilər, Xırdalan Araz marketdən təsəvvür eləyin, Mətanət A keçidinə qədər gəlirəm. Oradan saymışam, 45 pilləkən qalxıram, keçidi keçib düşürəm. Oradan 2 astanovka evimə qalır, oradan da avtobusla gəlirəm. Oradan da yuxarı qaça-qaça binaya qalxıram ki, təlim başlayır, gedim qoşulum. Amma mənə çatmır ki, evdə olan xanımlar, nədir sizin işiniz? Qoşulun, öyrənin də, pulsuz təlimdir. Cəmaət təlimlərə qoşulmaq üçün nə qədər pullar xərcləyir? Deyir, tək ki, gedim bir dənə liderdən 3 cümlə öyrənim ki, bir cəmiyyət içində bir kəlməni dalbadal deməyə sözüm olsun. Amma bu pulsuz təlimdir. Gəlin, dəyər verin belə xanımlara, dəyər verin, öyrənin. Necə deyərlər, yenə deyirəm, 5 günlük dünyadır, həyatınızı yaxşıya doğru dəyişin. Yaxşıya doğru. Burada gözəl xanımlardır, dini imanı yerində olan xanımlardır, gözəl ailə başçılarıdır. Daha bundan artıq nə istəyirsiniz? Liderlər ətrafınızda varsa, valla siz də liderliyə doğru gedəcəksiniz. Ona görə çalışın ki, həmişə təlimlərə qoşulun, belə insanların qədrini bilin, dəyərini bilin. Mən belə bir söz deyim, bax, telefonum bayaq xarab idi, düzdür. Elə xanımlar var ki, əlində pusatsa 4000-lik iPhone telefonu işlədir. Bütün günü TikTokda onu bunu izləyir. Amma mənim bu telefonum oğlumun köhnə telefonudur. Təsəvvür edirsiniz. Oğlum özünə telefon aldı, iPhone. Dedim, bala, mən sənə telefonu işlədərəm. Amma mən bu telefonla pul qazanıram. Bu köhnə telefonla mən pul qazanıram. Həqiqətən gözəl. Möhtəşəmsiz Könül xanım. Çünki siz əzmlə, məqsədlə çalışırsınız. Baxın, həqiqətən nümunəsiz. Çox xanımlar, yəni sizdən böyük nümunə almalıdır ki, bugün həm o cürlə çalışırsınız, əslində qalanda siz təlimə girməyə də bilərsiniz. O həvəslə gəlirsiniz, çünki siz bunları zaten bilirsiniz. Siz Arıqlı məktəbi keçmişsiniz. Amma yenə də məsuliyyətinizdir ki, burada da nəsə yenə də yenilik öyrənmək istəyirsiniz. Həqiqətən bu əzminizi alqışlayıram, sizə təşəkkür edirəm və burada da necə ki, digər şirkətdə böyük uğurlar əldə etmişsiniz, burada da 2 qatını qazanacaqsınız. Həqiqətən bir daha sübut olunur ki, uğur insanın özündən başlayır. Gücün özü insanın özüdür. Yəni, uğurun özü insandadır və o istədiyimiz yerlərə gəlib çatmaq üçün biz etməliyik nələrsə. Kimsə bizim üçün bunu etməyəcək. Və bunu bir daha siz bugün sübut elədiniz. Təşəkkür edirəm sizə Könül xanım. Çox gözəl, dəyərli vaxtınızı ayırdınız bizə. Belə xanımlar, inşallah ki, ümid edirəm bugünkü sürpriz qonağımız çox maraqlı bir xanımımız oldu. Və təlim də yəqin ki, sizin üçün yararlı oldu. İnşallah ki, növbəti təlimdə görüşmək ümidi ilə hər birinizə təşəkkür edirəm. Gecəniz xeyrə qalsın.